Salam CBC FM radyo dinləyiciləri, efirdə Vətən uğrunda verilişidir. Studiyada sizinlə Azərbaycan Milli Elmlər Akademiyası, Mərkəzi Elmi Kitabxanasının Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, Vətən müharibəsinin şəhidi, Polkovnik Babək Səmrinin bacısı Röxsanə Səfərzadədir. Verilişimizin bugünkü qonaqları Azərbaycan Silahlı Qüvvələrinin əskəri, Vətən müharibəsinin şəhidi Mixail Həmidovun anası Nüsrət xanım Həmidova və Vətən müharibəsinin qazisi Baxış Baxışovdur. Xoş gəlmisiniz. Çox sağ olun. Həmidov Mixail Hamletoğlu 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Orta təhsilini 278 saylı tam orta məktəbdə və 72 saylı məktəb liseyində davam etdirmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra kəşfiyyatçı olaraq 4 il xüsusi təyinatlı qüvvələrdə leytenant hərbi rütbəsində xidmət etmişdir. 2009-cu ildə öz istəyi ilə baş leytenant hərbi rütbəsində tərxis olunduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olur. Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirir, müxtəlif banklarda işləyir və Xalq Bankın Mingəçevir filialının direktoru olur. Rus, İngilis və erməni dillərini bilirdi. Vətən müharibəsində könüllü olaraq Mixail Füzuli uğrunda gedən döyüşlərdə savaşmış və oktyabrın 23-də şəhadətə ucalmışdır. İkinci Fəxri Xiyabanda dəfn olunub. Şəhadətindən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Vətən uğrunda hər fədakarlığa, hətta ölümə gedən oğullardan biri də Mixaildir. Nüsrət xanım, Mixail necə bir evlad idi? İstərdik onun haqqında danışasınız bizə və onun dostları ona Mixail ləqəbini vermişdir. Buyurun, işlək sizi. Bəli, mən ana olaraq xatırlamalarım valla çoxdur. Qısa halda danışaram. Mixail balaca vaxtından hərbi hissələrdə hərbiyə çox meyilli olub. Sevə-sevə hərbi hissələrə qaçırdı. Hətta bir dəfə də mən danışığımda vurğulamışam. Evdə mən sıyıq bişirmişdim. Onda biz Riga şəhərinin yaxında Ensaylı hərbi hissədə yaşayırdıq. Dedi ki, mama, mən evdə yeməyəcəm, gedirəm hərbi çasta. Deyirdim, niyə orada yersən? Deyirdi, orada buradan dadlıdır. Sıyıq. Yəni, o kiçik yaşlarından hərbinin vurğunuydu. Baxmayaraq, məktəbdə yaxşı oxuyurdu. Yenə də meylini, hərbiyə meyilli olduğunu çox belə onun ruh yüksəkliyi ilə kiçik yaşlarından görmüşdük. Vallahi, belə deyim də, qəşəng, ağıllı, hər şeyə səliqəli, yerini bilən, gözəl bir evlad idi. Vətənpərvərliyi yüksək idi. Kiçik yaşlarından deyirəm. Oğul olaraq nə deyim, hər tərəfli mən onu görürdüm. Ailədə mehribançılığını, bacısına qarşı, bizə qarşı, hər şeydə, hər yerdə istəyirdi ki, çox ruh yüksəkliyindən bizə qulluq eləsin. Mixail o da belə deyəndə Ali Hərbi Məktəbdə oxuyan müddətdə dostları ona elə hərbi silahdaşları ilə ad qoymuşdular. Yəqin özünü kəşfiyyat bölüyündə olduğuna görə elə bir rolda getmişdi, göstərmişdi, necə olmuşsa da elə xatirə kitabında da elə yazıblar. Bizim Mixailo. Ona görə elə qalmışdı adı Mixailo. Yəqin ki, atası da hərbiçi olduğuna görə o vətənpərvərlik hissi, hərbiyə olan sevgi, yəqin ki, biraz atasından da yəqin keçib də, eləmi? Bəli. O kiçik yaşlarından artıq serinin vaxtında chest deyilirdi. Elə 4 yaşı var idi, o chest verə-verə addımlaya gedirdi. Doğrudan da sevgisi çox böyük idi hərbiyə qarşı. O sırf ailədən gəlmişdi, mən də elə başa düşürəm. Çox sağ olun Nüsrət xanım, biz qazimizi tanıyaq.
Baxışov Baxış Rəşadoğlu 2002-ci ildə aprelin 17-sində İsmayıllı rayonu Zeyvə kəndində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış və kəşfiyyat bölüyündə xidmət etmişdir. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Füzuli, Xocavənd, Qubadlı, Şuşa cəsur döyüşçü və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Baxış, qalib dövlətin qalib qazisi olmusunuz. Zəfər xəbərini alanda keçirdiyiniz sevinç hisslərini bizimlə bölüşərdiniz. Hətta Şuşanın kəndində bayraq saçmısınız. İstərdik döyüş yolunuzdan danışasınız. Buyurun. Hər kəs salamlayıram. Mən Baxışov Baxış Rəşadoğlu. 44-cü Vətən müharibəsinin qazisi. Özüm 2020-ci ildə Cənab Ali Baş Komandanın əmri ilə 44 günlük 27 sentyabr 44 günlük Vətən müharibəsi başladığı iş gündən Ensaylı hərbi hissənin kəşfiyyatçı əsgəri olmuşam. 27 sentyabrda Qaraxanbəyli kəndindən döyüşlərə qatılmışam. Yəni çətin günlər olsa da şərəfli günlər idi. Allah şəhidlərimizə rəhmət eləsin. Özüm döyüşlərdə iştirak edən zaman ağır yaralanmışam. 2 kənddə bayraq sancmada iştirak etmişəm. Füzuli rayonu Seyfəli kəndi, Şuşa şəhəri Daşaltı kəndi, Füzuli, Xocavənd, Hadrut, Qubadlı, Şuşa döyüşlərində iştirak etmişəm. Çəkdiyim döyüş yolları, şəhid qardaşlarımızla keçdiyimiz döyüş yolları bizə çətin də olsa çox şərəfli günlər idi. Qardaşlarımızla bir xoş günlərimiz olub. Onları heç vaxt unutmarıq biz. Allah şəhid qardaşlarımıza rəhmət eləsin. Noyabrın 6-sı. Bəli, buyurun. Noyabrın 6-sı 2020-ci ildə Şuşa şəhəri Daşaltı kəndini işğaldan azad etdikdən sonra Şuşa Xankəndi Laçın yolunda düşmən tərəfindən üzbəüz çıxan zaman düşmən tərəfindən atılan atlı nəticəsində yaralanmışam. Sağ qal hərəkət məhdudiyyətliyini qazanmışam. Sağ kürək nahiyəsinin yarısını itirmişəm. Qəlpələr var hal-hazırda bədənimdə. Bunu da deyim ki, bir ailədən, yəni 2 qardaşımız da müharibədə iştirak eləmişik. Qardaşım da Baxışov Məmməd Əli Rəşadoğlu xüsusi təyinatlarda qulluq edibdi. O da Şuşa şəhərində ayın 7-si günü yaralanıbdı. Hal-hazırda o da qazidir. Yəni gücümüz çatandan hər zaman həmişə vətənimizin yanındayıq. Yaralı da olsaq hər zaman vətənimizə borcluyuq. Allah şəhid qardaşlarımıza rəhmət eləsin. Mən onu da demək istəyərdim ki, mənim bölük komandirim şəhid Həmidov Mixail bizim bölükdə bölük komandiri kimi qoşulmuşdu bizə döyüşlərdə. Sentyabrda 27-si döyüş başladığı gündən səfərbərlik olaraq bizim bölüyə qatırdı. Ehtiyatda olan zabit kimi. Bizə çox gözəl bölük komandiri qırağı bizə çox gözəl qardaş olubdu. Allah rəhmət eləsin. Yəni ilk bizim bölüyə gələn günü Füzuli rayonunun Qaraxanbəyli kəndində biz onunla görüşdük, tanış olduq. Bizimlə döyüşlərə qatıldı. Füzuli rayonunda Narlıq postunda, beton postunda bizimlə əməliyyatlarda oldu. Çox çətin günlərdən keçdi. Allah şəhid qardaşımıza rəhmət eləsin. Yəni heç zaman unutmarıq. Çox bizə komandir yox, qardaş olubdu. Yəni elə bir vaxtda, elə bir zamanda düşmən tərəfindən artilleriya atıldı ki, qardaşımız şəhid oldu. Biz də travma aldıq. Yanında olan qardaşlar yaralandı. Allah rəhmət eləsin. Onlar da noyabrın 6-sı, 7-si Şuşada şəhid oldu. Həmin yanında yaralananlar. Yəni bizi ilə çox döyüş yolları çox çətin oldu. Düşmən tərəfindən çox necə deyim, mühasirələrə düşdük. Onlardan çıxa bildik. Amma axırıncısı, 22-si axırıncı əməliyyat elədik. 23-sünə keçən gecə Narlıq postu, beton postu tərəfdə düşmən tərəfə sızmaq istəyəndə postuna bizi bildilər. Mühasirəyə düşdük həmin zaman. Düşmən tərəfindən atılan D-30 nəticəsində qardaşımız şəhid oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Çətin günlər idi. Çox sağ olun. Yəni Sağ olun. Komandirinizi belə xatırlayırsınız, Mixailı. Allah onun ruhunu şad eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəli. Yəni çətin günlər idi, necə deyim.
Bəli. O elə bir hissdir ki, onu yaşayıb bilə bilərsən, yəni. Özüm valla yəni çox çətin günlərdən keçib gəlmişik. Şükür Allah heç bir zaman Azərbaycan xalqına, Azərbaycan ordusuna belə bir acı göstərməsin. Hər zaman Azərbaycan xalqına zəfər yaraşır, gözəl günlər yaraşır. Bəli. İnşallah Allahın izni ilə həmişə də belə olacaq. Cənab Ali Baş Komandana öz təşəkkürümü bildirirəm. Şəhid ailələrinin əlindən öpürəm. Qazi qardaşlarımıza Allah şəfa versin. Veteran qardaşlarımıza Allah ömür versin. Cənab Ali Baş Komandan tərəfindən də medallarla tərtib olunmuşam. Cəsur döyüşçü medalı, Füzuli rayonu medalı, Quvadlı rayonu medalı, Şuşa şəhər medalı, Vətən müharibəsi iştirakçısı, Xocavənd rayonu medalı. Yəni bu qədər. Çox sağ olun. Çox sağ olun. Allah Allah razı olsun. sizi qorusun. Diqqətiniz üçün təşəkkür. Buyurun, çox sağ olun. Nüsrət xanım, atalarının qəhrəmanlığı evladları üçün nə ifadə edir? Onlar necə düşünürlər atalar haqqında? Nə deyirlər? Valla ataları haqqında Bəli. o qədər atalarını sevən idilər. Yenə də heç onların xəyallarından getmir. Çünki ailə canlı idi. Uşaqlarını həddindən artıq çox sevirdi. Hətta xatırlamalarında onlar elə bilirlər ki, cəbhədədir, yenə qayıdacaq. Heç inanmırlar ki, ataları, yəni atalarının yoxluğuna inanmırlar. Onlar elə bil sağ gözləyirlər. Yenə də gözləri yoldadır ki, bəlkə atamız gələcək. Sağdılar. Sağdılar, yəni. Şəhidlər ölmürlər, bəli. Hə. Qəhrəmandır ataları. Bəli, bəli. Deyirəm, Qəhrəman hətta evladlarıdır. hətta mənim oğlum elə bir yuxumda gördüm, o məni çağırır. Çıxdım, balkonumuz var, evimizdə yaşadığımız evdə, 4-cü mərtəbədə yaşayırıq. Hə, deyirəm, bala, nə istəyirsən, deyirəm, bəlkə su istəyirsən. Başını silkələyir, sonra əllərinlə 4 işarəsini verib gedir ki, bəs onları mən sənə tapşırıram. Balalarınız sizə tapşırır. Hə, elə demişdi telefon danışığında, yenə də bax onu səssiz vurğuladı və üzü başqadır. Hətta onun arxasında əskərləri var idi. Bax, yuxuda necə danışıram, elə görmüşəm. Yəni, evladlarından narahat olsa da o vətən deyib, vətən eşqi ilə yaşayan bir oğul öz borcunu yerinə yetirməyə, o vətən torpaqlarımızı işğaldan azad etmək üçün çox belə canlı fəda vermiş, canlarını yəni sipər elədi vətən yolunda. Yəni sevə-sevə, heç belə arxasına baxmadan demədi ki, mənim evladım, yəni neçə evladım, yəni atam, anam, yəni heç fikirləşmədən belə vətən torpaqlarını işğaldan azad etməyə çox belə ruh yüksəkliyi ilə o günü gözləyirdi. Hətta mən deyirdim ki, sağ-salamat qayıtsın. Yəni o vətənin qələbəsinə o da sevinsin ana olaraq. O xatırlamalar mənim yadımdadır ki, çox nətər demək, belə ürəklə istəyirdi onu. Hətta o illərdən özü bayraq da saxlamışdı. Ali hərbi məktəbdə oxuyan müddətdən deyirdi, o haçansa müharibə olacaq və biz vətənimizi işğaldan azad edəcəyik. Mən bu müharibəni qardaşım Babəkin dilindən eşitmişəm bu sözləri ki, o müharibə vaxtı yəni işlədib bu sözləri ki, bu bir yəni acı deyil, müharibədir də, yəni mən bunu bir acı kimi qəbul etmirəm. Müharibədir, biz şəhid verməliyik, şəhidlər verilməsə, necə deyim, torpaq, vətən alınmaz. Bəli, vətənimizi geri aldıq, düşmən tapdağından azad etdik və biz bunu etməliydik, neçə illərdir gözləyirdik. Yəni, başqa cür mümkün deyil. Başqa cür mümkün deyil. Artıq evladlar da böyüyüb, maşallah. Yəni, indən belə anlayarlar, atalarının yəqin ki, vətən yolunda şəhid olduğunu anlayıb və onlar da qürurla bunu, fəxrlə yad eləyib deyəcəklər, atamız vətən yolunda. Ancaq və ancaq vətən yolunda şəhid olubdur. Bəli, biz qürurla anırıq daim şəhidlərimizi, evladlar da yəni alnı açıq,
başı uca olmalılar ki, bəli, belə bir atanın evladıdırlar. Allah sizə can sağlığı versin ki, Nüsrət xanım bu evladları, necə deyim, Mixail necə arzu edirdisə, necə görmək istəyirdisə, Allahın köməkliyi ilə siz də elə, yəni onların böyüdəsiz. Çox sağ olun, minnətdarım. İstədikləri bir zirvəyə qalxsınlar. Bunu arzu edirəm. Özünüz də gəncsiniz. Bir müharibə üzü görmüş, bu çətinlikləri görmüş bir qazi kimi hal-hazırdakı əsgərlərimizə nə arzu edərdiniz? Necə görmək istərdiniz Müharibəyə onları? 18 yaşımdan qatılmışam. 6 ay əsgər olmuşam özüm. Kəşfiyyatda olmuşam. Bəli. Yəni mən kəşfiyyatda yaşım az da olsa, yəni Allah rəhmət etsin, bizim şəhid qardaşlarımız bizi çox gözəl yetişdirmişdi. Hər an hər şeyə hazır idik. Yəni biz olan vaxtda da heç vaxt torpağımız düşmən taxta altında qala bilməz. Şükür bu günümüzə. Şükür ki, yəni torpaqlarımız azad oldu. Yəni mənim də gənclərimizə tövsiyəm ola bilər ki, Bəli. hər zaman şəhid qardaşlarımızı unutmayaq, yadımızda saxlayaq. Şəhid qardaşlarımız, şəhid valideynləri. Bəli. Yəni hər zaman çalışaq ki, vətənimiz azad yaşasın. Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun. Heç bir zaman əsgərlərimizə, hərbiçilərimizə döyüş göstərməsin Allahım. Allah kömək olsun hamıya. Yəni Daim vətənin danışılası keşiyində söz olsunlar. Bəli. danışılası sözlər çoxdur prosta. Çox sağ olun. Çox sağ olun. Yəni Danışanda yetərincə. biraz qayıdır həmin vaxtlara. Yəni elə vallah çətin günlər olub ki, işıqsız biz Əlbəttə. neytral zonanı 5 kilometr, 10 kilometrlə düşmən tərəfə keçmişik. Həm də Mixail bir yerdə olmaqla, yəni gecə işıqsız, yəni qaranlıqda düşmən tərəfə keçmişik, düşmənin xəbər olmabdı. Həmin ərazidə yerləşmişik, hücum eləmişik, postlarımızı götürmüşük. Yəni həmin yerə gedəndə çox gözəl bir hiss olurdu ki, Xatırlayırsınız. hisslər oldu ki, adam Bəli. Xayır. yəni inana bilmirdik ki, biz öz işğal olunmuş torpaqlarımızdayıq hal-hazırda. Bəli. İnşallah hər zaman Daim Azərbaycan xalqına gözəl günlər yaraşır. amin. Qələbə Bəli, qeyd edək zəfər həmişə. yaraşır. Bəli. Bəli. Zəfərimiz əbədi olsun. Bəli. Bəli. Bir daha müharibə olmasın, sülhlə Bəli. həll olunsun hər bir şey. Bəli, bəli. Heç bir analar bir daha ağlamasın. Amin. Düz. Amin. Dövlətimiz də sağ olsun. Amin. Allah ordumuzu qorusun. Amin. Bəli, Amin. Dövlətimizi Allah qorusun. ordumuzu, dövlətimizi qorusun. Çox sağ olun. Sağ Allah olun. razı olsun. Diqqətiniz Minnətdarıq üçün sizlərə təşəkkür, sağ olun. gəldiyiniz üçün. Çox sağ olun. Bu günlük bu qədər əziz CBC radio dinləyiciləri. Görüşərik gələn görüşlərimizdə. Sağ olun.